Gəldi çatdı vəziyyət o yerə ki, Həzrəti İmam Hüseyin əleyhissalam tənha qalmışdı. Sağa sola baxmağın dedim üstə. Heç kəs yox idi. Çağırdı səhabələrin, hətta Müslümin deyilər adını çəkib orada. Ya Müslim, Müslim əvvəlcədən şəhid olub. Heç kəsdən səs gəlməyəndə xeymədən bir səs ucaldı. O da nə hikmət idi, qurban olum Allaha. O uşağın səsi idi, 6 aylıq balanın səsi idi. Yəni, bala itirənlər daha çox başa düşər bunu. Övlad itirənlər daha çox başa düşər, övlad yanğısın. Ələl xüsusda ana-ataya ən çətin an nədir? Adam balası xəstədir, həkimlər də yox deyir, aciz qalıb deyə baxır uşağın üzünə. Ya belə, uşağın can verir deyərsən, baxırsan üzünə. İlahi, nə çətin sözlər deyirəm mən. Çox çətindir bir ataya, bir anaya var. Uşağın səsi gələndə İmam Hüseyin əleyhissalam getdi xeyməyə. Gəldi, yandı xeymənin qabağında, dedi, ya uxda, bacısı Zeynəbi çağırdı. Bacım, ver o Əli Əsğəri mənə, höccəti tamamlamalıyam. Aldı qucağına uşağı, yandı döyüş meydanında, ordunun qabağında. O səhnəni görmüsünüz Muxtarnamə filmində. Uşağı qaldırdı ki, höccəti tamamlasın. Dedi, işiniz mənləndir, yoxsa bu uşağla. Görürsünüz uşağın vəziyyəti. Dodaqları quruyub, acizlikdən demirdi. O tərəfin nə qədər nanəcib olduğunu istəyir başa salsın dünyaya. Orada idi ki, Ömər Səd qayıtdı ki, hərmələ. Dedi, bəli. Dedi, niyə vurmursan, niyə dayanmırsan? İlk oxu da Ömər Səd atıb, hərmələyə sözü deyən Ömər Səddir. Dedi ki, neyniyim, hansın vurum, atanı yoxsa balanı? Dedi, o ağ boğazı görürsən? Dedi, görürəm. Dedi, oxu çək onu vur. Hüseyin əleyhissalamın qucağında uşaq, tut belə uşağı. Nanəcib oxu çəkdi. O ox, belə deyirlərlə, Əli Əsğərin özündən bəlkə də böyük idi. Ox Əli Əsğərin özü boyda idi. 3 şöbəli ox idi. Elə ki, oxu çəkdi, nişangaha vurdu. Deyirlər, uşağın boğazından batdı, o tərəfdən çıxdı. Uşaq nəfəs ala bilmirdi Hüseyin əleyhissalamın qucağında. Çətinlik çəkirdi. Amma İmam Hüseyin oxu da çıxarda bilmirdi. Çox ürəyim yanır bu səhnəyə. Oxu çıxarda bilmir ki, çəksə uşağın başı düşər. Nə çəkə bilir, nə uşaq nəfəs ala bilir, uşağı qucaqlayıb belə. Deyir, nə qabağa gedə bilir, nə dala gedə bilir. Qabağa gedə bilmir, düşmən qabaqda. Dala gedə bilmir ki, mən Rübaba nə deyəcəm. Belə dayanıb səhnədə, deyirlər, orada təsəlli gəldi qeyb aləmindən İmam Hüseynə. Ya Hüseyin səbrən, Hüseyin səbr elə, də'hu, narahat olma Hüseyin, ver o uşağı. Deyirlər, bu anda Zeynəb bacısı yetirdi özünü, qardaşım, ver Əli Əsğəri mənə. Nə ağır səhnədir, uşağı aldı qucağına, İmam Hüseyin arxada başını aşağı salıb, xanım Zeynəb qabaqda gedir. Bax, bir də bu səhnəyə, gəldi, çatdı xeyməyə, Rübab qabaqda dayanmamışdı, xeymənin lap küncündə oturmuşdu.